Deməli dostlar, dünənləri Nicat barəsində çəkdiyim videodan sonra rəyləri oxudum. Azərbaycan kostümündən uzaqlaşmışam, orada nə baş verir xəbərim yoxdur. Çox maraqlı bir pattern gördüm. Deməli Nicatı dəstəkləyən uşaqlar elə uşaqlar var idi ki, onlardan gözləmirdim ki, bunlar Nicatı dəstəkləməzlər də, bunlar adekvat insanlardır. Sonra oturdum, araşdırdım, məlum oldu ki, bu uşaqların hamısı tanınmış, hörmətli uşaqlardır, amma hamısı Qafqaz Venture-dən yox cavab alıb. Mən də Qafqaz Venture-dən yox cavab almışam. Yəni Voiceloft-u mən başlayanda Qafqaz Venture-ə müraciət etmişdim, vermədilər. Amma mənim onlara olan münasibətim dəyişməyib, mənə pul vermədilər deyə. Amma başqalarında dəyişib. Yəni buradan gəldiyim nəticə odur ki, bizim millət yox cavabını başa düşmür. Yəni yox cavabı qəbul edə bilmir. Bu investisiya qaldırmaq elə bir şeydir ki, satışdır da. Yəni yox cavabını eşitməyə öyrəşməlisən. Bəli, xoş deyil yox cavabını eşitmək. Və yox cavabını deyəndə birincisi sənə bir səbəb göstərmək kimi məcburiyyətləri yoxdur. Amma tutaq ki, deyirlərsə səbəbini, onu da çox ürəyə yaxın almamalısan. Bir feedback kimi qəbul eləməlisən ki, bəlkə doğrudan bu şeyləri dəyişməliyəm ki, başqa investor maraqlansın da, bununla ucu qutardı. Misal üçün Nicata girən söz nə olub? Buna deyiblər ki, sənin startup'u scalable deyil. Deyil də, qardaş. Yəni, venture fondları elə startup'a yatırırlar ki, o potensial olaraq 100 qat, 1000 qat böyüyə bilsin ki, bunlar pulun geri qaytarsın. Əgər o potensialı görmürlərsə, ola bilər produkt əladır, komanda əladır, ola bilər pulla qazanırsınız, amma o potensial yoxdur. Və yaxud rəqabət çoxdur, sən oraya girib nəsə dağılıb tökə bilmirsən. Misal üçün, ePoint-in podkastına baxdım. Zeynal'la biz Gürcüstanda 5 qlobalda bir yerdə olmuşuq. Zəhmətkeş adamdır, produktları yaxşıdır, xidmətləri yaxşıdır və s. və ilaxır. Amma mən də olsam oraya yatırım eləmərəm. Yəni, payment sistemi səndə, qardaşsan, yəni kosmos kəşf eləməmsən də, heç şey kəşf eləməmsən ki, o qədər payment sistemi var və o qədər güclü konkurensi var ki, sən oraya girib rəqabət apara bilmirsən. Sən indi Azərbaycanda bir-iki dənə sayt götürüb xidmət göstərə bilmirsən, çünki yerli bazarda alternativ o qədər yoxdur. Amma sən böyüyüb, gedib Stripe-la baş-başa vuruşacaq şirkət deyilsən deyə, sən onu heç kimi yatırmaq istəmir. Mən özüm bir neçə dənə artıq yatırımlar eləmişəm. Mən də həmişə o şeylərə baxıram ki, qardaş, burada potensial nədir, böyümə potensial nədir? Bir misalını çəkim sizə. Selena Gomez'in bir kosmetika şirkəti var. Neçə 100 milyon gəliri var. Bunu 1 milyarda almaq əvəzinə ondan 4 dəfə, 5 dəfə gəliri az olan başqa kosmetika şirkətini alıblar. Bu Hailey Bieber'in kosmetika şirkətini alıblar, həmin şirkət. Nəyə görə? Birinci bunu almaq istəyiblər, sonra bu bir alternativ gələndə deyiblər, yox, bu ondan yaxşı alternativdir. Niyə? Onun gəliri azdır ya 5 dəfə. Amma buna 2 milyard verincə, buna 1 milyard verirəm, ondan bəli 4 dəfə az gəliri var. Amma bu birisi hər yeri tutub, amma bu ancaq online satılır. Məsələn, bu birisi bütün mağazalarda fiziki olaraq var, global scale eləyib, başqa ölkələrdə var. Amma bu birisi ancaq Amerikada var və ancaq sayt üzərində satılır. Bu deyir ki, bunu alacağım, təsəvvür gör, böyümə imkanları nə qədərdir? Bunu offline-a çıxardacağım, bütün offline kosmetika mağazalarına verəcəm, nə bilim, marketlərə verəcəm, sonra başqa ölkələrə çıxardacağım. Deməli, mən bunu 1 milyarda alıb, bu şeyləri eləyərək böyüdə bilirəm və bunun gəlirini artıra bilirəm. O birisini alıb, başqa hara yedim də, bu hər yeri tutub da, nə olsun gəliri 5 dəfə, 6 dəfə çoxdur. Amma onu alacaq, elə gəlirini 5-6 dəfə böyüdəcək, 10 dəfə böyüdəcək, onu 10 qat o şirkəti sata biləcək. Belə baxır investor. Və bunu da başa düşmək lazımdır. Və yox cavabını qəbul eləməyə öyrənmək lazımdır. Bu, narsisistik bir xarakterdir, xasiyyətdir ki, sənə yox deyəndə özü lezvalıyırsan, başlayırsan şər yaxmağa ki, o pisdir. O gün yalvardığın, gəlib bir şey istədiyin adam sənə yox deyəndən sonra birdən-birə çevrilib pis ola bilməz də. Yəni, o oğlanlar olur, qız yox deyəndən sonra gedir bütün məktəbə söz-söhbət yayır ki, xəbəriniz var o qıza hansı oğlandan görüblər. O gün mən o qıza sən eləmişəm, filan şey eləmişəm. O qız belədir, elədir. O gün özü üstünləmirdin dalsıca.
ki nə olar ki görüşək. Nə oldu birdən-birə bu yox deyən kimi çevrildi, pis oldu. Yəni bu Nicatın da və Nicat kimi uşaqların da hamısının orada göstərdiyi mənzərə budur ki, mənə pul vermədilər, indi mən onlara şey çəkir, nədir o, zülm verəcəm və biabır eləyəcəm və şər yaxacam, deyəcəm ki, onlar belə yox, belə eləyir. Sən hardan bilsən, onlar iş prosesində içində nə var, nə yox. Özündən orada nə komiks çəkir, nə bilim, statuslarını baxmışam LinkedIn-də dünənləri. 50 statusundan 30-40 dənəsi Kafkaz Venture-dən Məmməd Kərimdəndir. Sən başqa həyatın yoxdur. Qarış, get işinlə məşğul, get bir işlə məşğul ol da. Yəni sən elə işi gücü atıb bir nəfərin dasına düşmüsən. Qarış, vermədilər. Allah can sağlasın. Get başqasından al. Mən pul qaldırana 100 dənə, 200 dənə adam mənə yox deyir. Yox deyir, move on da. Yox, sağ ol. Yox da. Gedirsən başqasından alırsın. Dünyanın axırı deyil ki.